Salam əziz şagirdlər, mən Riyaziyyat müəllimi Şəhla Əhmədova. Bugün sizə çoxədlinin vuruqlara ayrılması haqqında danışacağım. İzaha keçməzdən əvvəl dərslər barədə, həmçinin onlayn dərslərimə qatılmaq üçün ekranda gördüyünüz nömrə ilə WhatsApp üzərinə əlaqə saxlaya bilərsiniz. Başlayaq izaha. Deməli, hər zamanki kimi mövzunu müxtəlif başlıqlara ayırmışam və hər başlıq haqqında ümumi məlumatları sizə verəcəm. Birinci, müxtəsər vurma düsturlarının köməyi ilə vuruqlara ayırmadan danışıram. Ümumiyyətlə uşaqlar, bu dərs elə bir mövzudur ki, əsası nümunələr üzərindədir. Yəni, göstərdiyim hər nümunəyə çox diqqətlə yanaşın və burada gördükdən sonra həmin nümunələri sərbəst şəkildə bir də özünüz etməyə çalışın ki, mövzu daha yaxşı oturuşsun. Birinci olaraq, deməli, çoxədlinin müxtəsər vurma düsturlarının köməyi ilə vuruqlara ayrılmasından başlayaq. Nümunə 1 olsun, məsələn, 9y kvadratı çıxaq 25. Bizə deyir ki, bu çoxədlini vuruqlara ayırın. 9y kvadratı çıxılsın 25 mənə kvadratlar fərqi düsturunu xatırladır. Həmin düsturu sizi üçün göstərsəm, a kvadrat çıx b kvadrat düsturu idi və düstur a çıx b, a üstə b şəklində göstərilir. Və bu da həmin düstura tabidir. Çünki 9 3-ün kvadratı idi. Y kvadratını da belə yazsaq, 25-i də 5-in kvadratı kimi yazsaq. Daha sonra əsaslar fərqli olanda onu deməli bir əsas kimi və qüvvətlər eyni olduqda onu deməli hasil kimi yazıb qüvvətini də mötərizə üstündə göstərə bilərik. Çıxılsın 5-in kvadratı. Və buradan görəcəksiniz ki, bu deməli düsturumuzda A-nın yerində duran həddir, bu da B-nin yerində duran həddir və bir dəfə onların fərqi, yəni 3y çıxılsın 5, bir dəfə isə onların cəmi olacaq, yəni 3y üstə gəlinsin 5. Deməli, gördüyünüz kimi düstur ödəndi və həmçinin göstərilən bu çoxhədli bu şəkildə vuruqlara ayrılmış oldu. Başqa bir nümunə göstərsəm, olsun məsələn nümunə 2. Bizə belə bir ifadə verə bilər, tutalım deyirəm, 4x kvadratı çıxılsın 20x, üstə gəlinsin 25 deyəcək vuruqlara ayırın. Ümumiyyətlə uşaqlar, bu hissədə, bu müxtəsər vurma şəklində vuruqlara ayırmada müxtəsər vurma düsturlarını çox yaxşı bilməlisiniz. Və müxtəsər vurma düsturlarını da ümumiyyətlə tam cəbri ifadələri bundan əvvəlki dərsdə izah etmişəm. Yəni çətinliyiniz varsa əvvəlcə daxil olub, oradakı part 1 və part 2 formasında, yəni 2 video izah formasında da onları izləyin. Daha sonra mövzunun davamı olaraq bunu deməli izləyə bilərsiniz. Deməli, diqqətlə baxanda görürəm ki, bu da müxtəsər vurma düsturlarından biri olan İki ifadənin fərqinin kvadratı düsturuna tabidir. Həmin düsturu burada siz üçün göstərsəm, a çıxaq b mötərizənin kvadratı və düstur a kvadratı çıxılsın 2ab üstə gələ b kvadratı formasında olur. Bunu tam açıq şəkildə yazsam, sizi üçün daha aydın olacaq. Deməli, belə deyim ki, 4x kvadratı olsun, yerində qalsın. 20-ni də nə kimi göstərim? 2 vurulsun 5 vurulsun, deməli 2 ya da yerlərin daha düzgün olsun deyə bu düsturun 2'si olsun. Bu buradakı 2 olsun. 5 də buradakı 5 olsun. Üstə burada deməli bir dənə x-imiz də var. Üstə gələ 25. Baxın tam şəkildə birinci ifadənin kvadratı çıxılsın birincinin ikinciyə hasilinin 2 misli. Üstə gələ ikincinin kvadratı. O zaman yığılış forması belə olacaq ki, 2x birinci həddimiz deməli 2x idi, çıxılsın 5 də bizim ikinci həddimizdir və mötərizənin kvadratı. Və göstərilmiş bu ifadə bu şəkildə vuruqlara ayrılmış oldu. Davam edirəm başqa bir misal üzərində. Deməli, nümunə 3 olsun bu. Məsələn, sizə verə bilər ki, 125 üstə gəlsin x-in kubu ifadəsini vuruqlara ayırın. Burada 125'i mən 5'in kubu kimi göstərə bilərəm, üstünə gəlirəm x-in kubu. Bu da gördüyünüz kimi kublar cəminin düsturudur. Kublar cəminin düsturu necə idi aşağılar? Buradakı hədlərinin cəmini bir dəfə yazırıq. Daha sonra isə birinci həddin kvadratını yazıram. Çıxıram birincinin ikinciyə hasilin və üstünə gəlirəm ikinci həddin kvadratı. O da bərabərdir 5 üstə gəlsin x. Bərabər 5'in kvadratı 25 edəcək, çıxılsın 5x, üstə gələ x-in kvadratı. Və budur bu şəkildə deməli göstərilən, yəni verilən bu ifadəmizi də bu vuruqlara ayırdıq. Baxın belə. Sonra başqa bir nümunə də sizə göstərmək istəyirəm. Yəni biraz getdikcə çətinləşdirək.
Dördüncü nümunə olsun bu. Deməli, sual verə bilər sizə bu formada. 4 vurulsun a minus 2b mötərizə kvadratı çıxılsın 4b plus 2a mötərizə kvadratı. Və deyəcək ki, sizə çox ədlini vurğulara ayırın. Aşağıda diqqətlə baxsaq burada görərik ki, baxın, bura bir ifadənin kvadratıdır bütövlükdə. Burada digər ifadənin kvadratıdır bütövlükdə. Və bu bizə nəyi verirdi? Kvadratlar fərqin bərabərdir. Burada yəni 4 olmasaydı, kvadrat şəklində göstərilməyən bir ədəd olsaydı, onu da belə rahatlıqla yaza bilməyəcəkdi. Ona görə 4, yəni sualları sizə o formada verəcəklər ki, onlar asanlıqla kvadrata və ya kuba çevrilə bilən olsun. Lab sizə açıq formada göstərməkdən ötürü yazıram. 2-nin kvadratı a çıxılsın 2b mötərizənin kvadratı çıxılsın 4b plus 2a mötərizənin kvadratı. Bərabərdir. Burada əsaslar fərqlidir. Onu bir əsasda baxın belə yazsam. Mötərizənin bütövlükdə kvadratı. Bu da 4b plus 2a mötərizənin kvadratı. Baxın, artıq oldu nə? A kvadratı çıx, b kvadratı gördüyünüz kimi. İndi onları açsaq. Necə idi? Bir dəfə fərqləri olurdu, bir dəfə cəmləri. Bütövlükdə yazıram. 2 vurulsun a çıx 2b. Bu mənim birinci həddimdir. Üstünə gəlirəm buradakı həddi. Yəni 4b plus 2a. Belə. Böyük bir dənə də mötərizə qoyuram. Sonra vurulsun. Bir dəfə də oradakı ifadələrin fərqini qoyacağım. Yəni 2 vurulsun a çıx 2b birinci həddimdir. Çıxaq. Baxın buradakı ifadə. Yəni 4b plus 2a mötərizədə yazmamın səbəbi də odur ki, o işarə birazdan indi ona təsir edəcək. Yəni buradakı mənfi işarəsi görəcəksiniz. Bərabərdir. İndi buradakı bu 2-ni götürürəm. Bunun hər bir həddinə vururam. Olacaq nə? 2a çıxılsın 4b. Üstə gələk 4b, üstə 2a. Bu birinci tərəf. Vuraq. İkinci tərəf. Yenə 2-ni vururam a-ya olur 2a, 2-ni vururam 2b-yə çıxaq 4b. Baxın, buradakı çıx 4b-yə görə bura mənfi 4b oldu artıq. Yenə mötərizənin qarşısında mənfi işarəsi varsa 2a da olacaq çıx 2a. Mötərizəni bağlayıram. İndi baxsaq ki, burada 4b biri mənfidir, biri müsbətdir, islah olunur. Yerdə nə qalır? 2a üstə 2a edir 4a. Vuraq. Buradakı uşaqlar deməli 2a-larda yenə biri müsbətdir, biri mənfidir, islah olunur. Mənfi 4b, mənfi 4b-nin də deməli eyni işarəli ədədlərin toplanması olacaq. O olacaq mənfi 8b-yə. Və bir-birinə də vursaq olacaq mənfi 32ab. Deməli sizə, yəni belə deyək də, bizə göstərilən, baxın buradakı ifadəmiz vuruqlara ayrılış şəklində artıq mənfi 32 AB şəklinə düşdü. Yəni bu cür sadələşdi. Davam edirəm. Başqa bir nümunə göstərirəm. Müxtəsərə aid bir çox nümunə saldım ki, belə deyim də, daha dərindən yadınızda qalsın. Yaxşı. Nümunədə deyəcək ki, belə bir şey. X çıxılsın bir mötərizənin kubu, çıxılsın x üstə 1 mötərizənin kubu. Yəni baxan kimi artıq görünür də, kublar fərqinin düsturudur. Kublar fərqinə görə deməli necə idi? Bir dəfə orada göstərilən ifadələri bir-birindən çıxacaqdıq. Sonra bir dəfə də birinci ifadənin kvadratı olurdu. X çıxaq 1-in kvadratı. Baxın, bu mənim birinci ifadəmdir. Bu da mənim ikinci həddimdir. Yəni. Sonra üstə gəlirdi. Birincinin ikinciyə hasili, yəni üstə gələ x çıxılsın 1, x üstə gəlinsin 1. Bir də üstə gələ ikincinin, yəni x plus 1-in kvadratı. Bu da bərabərdir. Aşağıdan davam edirəm yazmağa yer çatsın deyə. Deməli, mötərizədə x çıxaq 1, uşaqlar, bax, buradakı mənfiyə görə onun içərisindəki olacaq nə? Çıx, x çıx 1. Mötərizəni bağlayıram. Vuraq. Bunu da deməli x çıxaq 1 mötərizənin kvadratını açıram. Olacaq x-in kvadratı çıxılsın 2x üstə gələk 1. Fərqin kvadratının açılışıdır. Üstə gələk.
Bu da uşaqlar x çıxaq 1, x üstə gələk 1 nə idi? A kvadratı çıx b kvadratını verəcəkdi bizə. Yəni x-in kvadratı çıxaq 1-in kvadratı. Sonra üstə gələk. Buradakı ifadəmi də açıram. Olacaq x-in kvadratı üstə 2x üstə gəlinsin 1-in kvadratı ilə 1 edəcək. Mötərizəni bağlayıram. Buradakı x-lar islah gedəcək. Mənfi 1 ilə də mənfi 1 edəcək mənfi 2. Yəni bərabərdir. Mənfi 2 vurulsun. Burada bir x kvadratı var. Burada da bir dənə x kvadratı var. Burada da bir dənə x kvadratı var. Hamısı da qarşısında müsbət işarə olduğuna görə toplanır. Olur 3x-in kvadratı. Sonra burada mənfi 2x var. Burada da müsbət 2x var. İslah olunur. Əks işarə əldə deyə. Daha sonra burada deməli 1 çıxılsın. Deməli 1. Yəni 1-in kvadratı uşaqlar mötərizədə olsaydı bu qarşısındakı müsbət 1 olardı da. Yəni mötərizədə deyil deyə ona görə o çıxaq yəni kvadrata aid deyil. Onun üçün çıxaq 1 oldu. Yəni buradakı 1-lər də islah gedir. Belə deyək. Bir dənə qalır üstə gələk 1. Budur artıq deməli verilən bu çoxhədlini biz vuruqlara ayırdıq. Həqiqətən baxın, bu da olduğunun vuruğu. Mənfi 2 vurulsun. 3x kvadratı üstə 1. İstəsəz mənfi 2-ni də, yəni bunun için hər bir həddinə vura bilərsiniz. Sonra başqa bir nümunə göstərmək istəyirəm. Olsun 6-cı. Belə bir sual verə bilər bizə. 4a kvadratı çıxılsın, 4b kvadratı çıxılsın, 4a üstə gələk 1. Deyəcək ki, vuruqlara ayıraq. Necə olacaq? Burada deməli qruplaşdıra bilərik və müxtəsər vurmaya gələcək yenə. Baxın, yazaram 4a kvadratı çıxaq. Buradakı 4a-nı yazaram. A-ları elə bir tərəfə yığıram. Üstə gələk 1-i də onun yanında yazıram. Çıxaq 4b-nin kvadratını da yəni ən axırda yazıram. Sizə belə bir məlumat verim ki, yəni burada işarələri ilə birlikdə hədlərin yerini dəyişdirə bilərsiniz. Heç bir mənası dəyişməyəcək yəni. Yəni mən 4b kvadratı istəyir burada olsun, istəyir sonda olsun, mənası dəyişməyəcək. Yəni işarəsi ilə birlikdə dəyişmək olar. Bu da bərabərdir. Uşaqlar, burada deməli bu 4a-nın kvadratı çıxılsın 4a üstə 1 mənə iki ifadənin fərqinin kvadratını verəcək. Yəni onu müxtəsərə görə yığsam olacaq 2a çıxaq 1 mötərizənin kvadratı. Sonra buradan da çıxaq 4b kvadratını yazıram. Bu da hər iki ifadənin üstündə kvadrat varsa, kvadratlar fərqinə gəlir. O zaman necə olacaq? 2a çıxılsın 1, çıxılsın 2b. Yəni bu 2b budur. 4b kvadratını 2b kimi göstərim. Bir dəfə də onun cəmi yazacağım. Yəni 2a çıxılsın 1, birinci hədd üstə gələk 2b. Vəssalam. Bu formada da qalacaq. Deməli, verilən ifadə bu şəkildə vuruqlara ayrılmış oldu. Və bununla bağlı sonuncu nümunəni də vermək istəyirəm. Artıq mövzunun davamına keçək. Sualı bu şəkildə verə bilər sizə. 49a kvadratı çıxılsın 81-də 1, b kvadratı d üssü 4. Digər vuruqlara ayırın. Yenə kvadratlar fərqinə deməli gələcək. Burada yazaram ki, birinci həddim budur. Bunu 7a üstü 2 kimi yazmaq olar. Burada da 9'da 1 b d üssü 2 kimi yazsam onun da mötərizə kvadratı. Bu da bərabərdir. Bir dəfə onun fərqi 7a çıxılsın 9'da 1 b d kvadratı. Bir dəfə də onun cəmi 7a üstə gələk 9'da 1 b d kvadratı. Vəssalam. Verilən ifadə deməli vuruqlara ayrılmış oldu. Davam edək. Deməli çoxhədlinin bu müxtəsər vurma düsturlarının köməyi ilə vuruqlara ayrılması idi. Bir də çoxhədlinin vuruqlara ayrılmasının fərqli üsulları var. İndi bir-bir həmin üsullardan danışacağım. Olsun birinci üsul. Deməli çoxhədliyə hədd əlavə edərək və ya çıxaraq vuruqlara ayırma üsulu. Yəni bu üsulların hər biri çox mühümdür. Yəni nə qədər çox üsul bilsəz, ağlınıza daha çox yol gəlmiş olacaq və misalların üzərində daha çox hakimiyyətiniz olacaq. Onun üçün deməli bunları da, yəni türklər demiş, hafife almayın. Başlayaq. Çoxhədliyə deməli hədd əlavə edərək və ya çıxaraq dedik ki, vuruqlara ayırma üsulu. Nə deməkdir bu? Tutalım bir dənə bizə belə bir
çoxhədli verəcək. X üstü 4 üstə x kvadrat üstə 1. Deyir bu çoxhədlini vuruqlara ayırın. Çoxhədlini baxıram ki, burada x üstü 4'üm var. Bir dənə də x kvadratım var. Mən bura bir dənə x kvadratı əlavə eləsəm, bir dənə çıxsam, görək nə olacaq? Yazıram. Deməli, bunları yazdım olduğu kimi x kvadratı üstə 1. Bir dənəsini əlavə edirəm. X kvadratı. Həmin o əlavə elədiyimi də uşaqlar mütləq çıxmaq lazımdır. Yəni, əgər siz onu əlavə eləsəz, misal mənası dəyişəcək. Yəni, çıxmasaz, orada misal mənası itərdə belə deyim. Yəni, normalda bunlar islah getməlidir ki, yenidən eyni ifadə qayıtmış olsun. Ona görə mütləq nə əlavə etmişsiniz, onu çıxmalısınız. Ki, məna itməsin. Bərabərdir. İndi bu x kvadratı ilə bu x kvadratlarını toplayıram. Olacaq x üstü 4 üstə gələ 2x'in kvadratı üstə 1. Çıxaq o sondakı x kvadratını saxlayıram. Bax, bunu saxlayıram. Bərabərdir. Misalın bu hissəsi mənə, baxın bu hissəsi mənə x kvadratı üstə gələ 1'in mötərizə kvadratını verir. Yəni, həmin hissə müxtəsərə yığılır. Yığdıq mı? Davam edirəm, çıxaq o x kvadratında yazdım bu çöldə qalanı. Bu da kvadratlar fərqidir. Birincini deməli yazıram, çıxıram ikincini. Bir dəfə də birincini yazırsınız, üstə gəlirsiniz ikincini. Vəssalam. Bu formada da qalacaq. Deməli, bu verilmiş olan x kvadratı, x üstü 4 üstə x kvadratı üstə 1 ifadəsi bu şəkildə vuruqlara ayrılmış oldu. Biz neynədik? Hədd əlavə elədik. İndi elə misal olacaq ki, orada həddi çıxa da bilərsiniz. Yaxşı. Başqa bir nümunə versəm, buna aid olsun. Məsələn, nümunə 2. Deməli, misal verə bilər ki, bizə 4a kvadratı üstə 8a plus 3. Digər bu çoxhədlini vuruqlara ayırın. Baxıram, burada 4a kvadratı 8a. Mən bir dənə də sərbəst əd əlavə eləsəm, məsələn 4, o tam kvadrata yığılacaq. Baxın, misal yazdıq, bərabər qoyuram. Yazıram 4a kvadratı üstə 8a üstə 3'ü yazıram. Bir dənə bura 4'ə əlavə edirəm. Bir dənə də 4'ü çıxıram. Bərabərdir. O 4a kvadratı üstə 8a, baxın bu 4'də yazıram bunların yanından. Davamında da yazıram plus 3 çıxılsın 4 bərabərdir. Bu 4a kvadratı üstə 8a plus 4 mənə 2a üstə 2'nin mötərizə kvadratını verəcək. Yəni tam kvadrata yığılacaq o. 2a üstə 2'nin mötərizə kvadratını verəcək. Çünki baxın birincinin kvadratı, bir də 4a kvadratı, birincinin ikinciyə hasili eləyir 4a, onun da 2 qatı eləyir 8a, ikincinin kvadratı edir 4. Deməli, tam kvadrata yığıldı. Üstə gələk 3 çıxaq 4-də, mən 3'dən 4 çıxanda nə verəcək? Mənfi 1 verdi, yəni çıxaq 1 qalır. Bu da uşaqlar 1'in yəni istənilən dərəcəyə qüvvətə yüksəldə bilərik. Mən 1'in kvadratı kimi yazıram ki, burada kvadratdır, burada da kvadrat olsun. Kvadratlar fərqini versin mənə. O da bərabərdir. Kvadratlar fərqinə görə yazsam, birincinin dən çıxaram ikincini, bir də birincinin üstünə gələrəm ikincini. O da bərabərdir. 2a, 2'dən 1 çıxanda nə edir? Müsbət 1. 2a, 2'nin də sərbəst ədləri yəni toplaya bilərəm deyə daha çox sadələşir də, onun üçün yazdım. 2a üstə 1, 2a üstə 3. Deməli, verilmiş, baxın, buradakı bu ifadə bu şəkildə vuruqlara ayrılmış oldu. Bu, deməli, hədd əlavə edib çıxaraq vuruqlara ayırma idi. İndi növbəti başlığımız olsun. Qələmi düzəldi. Növbəti başlığımız olsun. Çox hədlini qruplaşdıraraq vuruqlara ayırma. Nə deməkdir bu? Bir dənə nümunə göstərsəm. Məsəl üçün, deyəcək ki, x kvadratı çıxılsın, 9x çıxılsın, y kvadratı üstə 9y. Belə bir çox hədli verəcək, deyəcək bunu vuruqlara ayırın. Qruplaşdıraraq vuruqlara ayırmada, belə deyim də, diqqətiniz daha çox misalın içində olsun. Çünki nə ilə nəyi bir yerə yığsam, oradan vuruq çıxarsam, orada qruplaşma gedər deyə düşünmək lazımdır. Burada x kvadratı ilə y kvadratın bir tərəfə hələ ki yığıram. Görək nə alınacaq. X kvadratçıq y kvadratı oldu. Davamında da yazaram 9x üstə 9y. Yəni misalda sadəcə hədlərin yerini dəyişdirmişəm. Hələ ekstra bir şey etməmişəm. Sonra
Burada bu x kvadratı çıxılsın y kvadratı müxtəsər verir də mənə kvadratlar fərqini. Açıram onu. Yazaram bunu. Deməli, x çıxılsın y, bir də x üstə gəlinsin y. Burada da digər tərəfdə 9'u vuruq kimi çıxarda bilərəm. 9'u çölə vuruq kimi çıxarsam, hətta mənfi 9'u çıxartsam, yerdə nə qalacaq? X çıxılsın y. Düzdür. Bu da bərabərdir. İndi baxın, ortaq vuruğun mötərizə xaricinə çıxarılması prosesi var. Haradadır ortaq vuruğum? Mənim ortaq vuruğum, deməli, bunda da x çıxılsın y var. Baxın, vurma şəklindədir. Çünki ondan sonra bir vuruq gəlib. Burada da yenə 9'u vurublar. Yenə baxın, ortaq bir vuruq var. X çıxılsın y. Həmin o x çıxaq y-i çölə çıxartsaq, mötərizəmin içində artıq mənim nə qalar? Bir dənə x plus y-im, yəni söhbət buradakı qələmi düzəldə bir dənə. Söhbət bundan gedir. Baxın, mötərizədə bir bu qalacaq. Bir də bu 9 qalacaq. Yəni çıxılsın 9. Vəssalam. Bənövşəyi rəngi olanları vuruq kimi çölə çıxartdım. Yerdə qalanlar da nə idi? X üstə y çıxıq 9. Vəssalam. Bu şəkildə də elə qalır. Yəni çox hədlini qruplaşdıraraq vuruqlara ayırdıq. Buna aid bir dənə də nümunə vermək istəyirəm. Bu olsun birinci nümunə, bir dənə də olsun ikinci nümunə. Belə bir sual verər bizə ki, x kvadratı olsun ki, a çıxılsın b. Məsələn, y kvadratı a çıxılsın b. Bu daha asan formadadır. Bərabərdir. Burada ortaq vuruğu birbaşa özləri göstərib artıq. Nədir? Burada da açıq b var. Burada da açıq b var. Həmin açıq b-ni mötərizənin əvvəlinə çıxardıram. Mütləq mötərizədə çıxardın özdə. Açıq b. Mötərizənin içərisində nə qalır uşaqlar? Rəng dəyişərək göstərirəm. Baxın, bir bu qalacaq, bir də bu qalacaq. Olacaq x-in kvadratı çıxılsın y-in kvadratı. Biraz da sadələşmə gedə bilər də burada. A çıx b qalar, bu x çıxılsın y kimi yaza bilərəm də. Bunu bir dənə də x üstə y, yəni kvadratlar fərqinə görə. Sadələşdi. Deməli, bu formada da qalacaq. Deməli, biz burada bu iki misalda da, son iki nümunədə qruplaşdıraraq vuruqlara ayırdıq. Bir də var, çox hədlini parçalayaraq vuruqlara ayırmaq. Məsələn, misal 1 olsun. Belə bir nümunə göstərəcək bizə. Tutam deyəcək ki, 8x kvadratı çıxılsın 15xy çıxılsın 2y kvadratın deyəcək. Vuruqlara ayıraq. Parçalamaq lazımdır. Parçalayıb qruplaşdıracaq da belə deyək. Baxaq. Mənim parçalama prosesim gedəcək bu 15xy-də. Bunu elə cür parçalamaq lazımdır ki, onu 8x kvadratın bir parçasını 8x kvadratı ilə qruplaşdıra bilim. Bir parçasını mənfi 2y kvadratı ilə qruplaşdıra bilim. 15xy belə yazacağım. Yəni birinci misalın 8x kvadratını yazdım. 15xy yerinə də yazıram ki 16xy üstə gələk xy. Davamında da misalın özünü yazıram. Çıxaq 2y kvadratı. Bu hissə var ha. Bu mənfi 16xy üstə gəlsin xy. Elə bu mənfi 16xy üstə xy gəldi. Yəni yenə mənfi 15xy edəcək. Sadəcə parçaladım onu. Bərabər qoyuram. 8x kvadratı ilə 16xy-dən ortaq vuruq çıxardıram çölə. Qruplaşdıram onların ikisini və ortaq vuruq 8x çıxar çölə. Yerdə nə qalacaq? 8x kvadratına bir dənə x-im qalacaq. Bu tərəfdən də 16xy-dən 8x çölə çıxsa yerdə nə qalacaq? 2y. Həqiqətən bunu təzdən vursaz, yenə görəsiz eyni bayaqki yuxarıdakı ifadə alındı. 8x vuranda 8x kvadratı, 8x-i də 2y vuranda 16xy. Ortaq vuruğu mötərizə xaricinə çıxartdım. Sonra üstə gələk. Bu digər tərəfdən isə digər 2 dənə həddimdə budur da. Buradan da uşaqlar y-i deməli mötərizə xaricinə çıxardım. Çünki hər ikisinin içində y vuruğu var. Olacaq x çıxılsın 2y. Baxın, artıq mənim deməli oxşar vuruğum oldu hər ikisində. X çıxar 2y, x çıxar 2y görürsüz. İkisində də var. Tam da göstərim. Biri buradadır. Digəri isə buradadır. Həmin o ortaq vuruğu çölə çıxardıram. Olacaq x çıxılsın 2y.
Mötərizənin üçün bu mötərizə də mütləq çıxmalıdır çölə. Mötərizənin içərisində nə qalır? Bir dənə 8x qalır, bir dənə də üstə y qalır. Və salam. Bu formada da deməli verilən misalı parçalayaraq vuruqlara ayırdıq. Buna aid bir dənə də nümunə verəcəm. Daha yaxşı oturursun. Deməli, nümunədə bizə deyəcək ki, x kubu üstəgələ 4x-in kvadratı üstəgələ 3x. Deyəcək ki, bu çox hədlini vuruqlara ayırıq. Parçalanma prosesi necə gedəcək? 4x kvadratını parçalayacağım. X kubu üstəgələ 4x kvadratının yerinə yazıram. X kvadratı üstəgələ 3x-in kvadratı. Davamında da misalın özüdür də plus 3x var. Niyə belə parçaladım? Bu x kubu ilə bu x kvadratını qruplaşdıracağım. Bu 3x kvadratı ilə də bu 3x-i qruplaşdıracağım. Ona görə bu formada parçaladım. Bərabərdir. Bu hissədən x kvadratı vuruq kimi çölə çıxsa nə qalacaq? X üstə 1 mötərizənin içində. Bəs yaxşı, bu hissədən 3x çölə çıxsa nə qalacaq? X üstə 1 yenə mötərizədə. Baxın, yenə ortaq vuruq yarandı. X üstə 1-lər. Həmin o x üstə gələk 1 çölə çıxardıram mötərizə formasında. Daxilində də qalacaq. Burada x-in kvadratı, burada da üstə gələ 3x. Belə də qala bilər. Və ya buradan, baxın, burada da x var, burada da x var. X da çölə çıxarda bilərsiniz. Onlar bir dənə x, sonra misalın davamı. X üstə 1, x üstə 3. Məsələn, yəni buradakı x-i çölə çıxarda bilərsiniz. Belə. Bu da deməli nə oldu? Çox hədlini parçalayaraq vuruqlara ayırmaq. Yəni 2 dənə nümunə verdim. Sonra bu izah edəcəyim də çox mühümdür. Çox mühümdür. Diqqətlə qulaq asırsınız. Diskriminant üsulu ilə kökləri tapırıq və kökləri tapandan sonra vuruqlara ayırırıq. Yaxşı, nə idi bu diskriminant üsulu? Onu bir yadımıza salaq. Ax kvadratı üstə gələ bx üstə gələ c bərabərdir 0 tənliyi kvadrat tənlikdə və 2 dərəcəli tənlik də deyirlər, kvadrat tənlik də deyirlər. Deməli, burada dərəcənin sayına görə köklər olur. Baxın, 2 dərəcəli tənliksə bu ifadənin 2 dənə kökü olur. Diskriminant bizə deyir ki, əvvəlcə göstərək ki, burada deməli A həddi, B budur, C də budur. Yəni bunları bilirik. Sonra diskriminant mənə deyir ki, D bərabərdir B kvadratı çıxılsın 4AC ilə diskriminantı tapırıq bu düsturla. Daha sonra isə köklər bu şəkildə göstəriləcək. Deməli, x1-ə biz deyirik birinci kök və belə olur. Mənfi B üstə gələ kök altında diskriminant, yəni D. Bölünsün 2A. Bu birinci kökdür. X2 də ikinci kökdür və bu da belə olacaq ki, mənfi B çıxılsın kök altında diskriminant, deməli bölünsün 2A. Yəni bir dəfə diskriminantın üstünə gələcəyik, bir dəfə də çıxacağıq. Bu da bizim köklərimizdir. Və həmin o bayaqki ax kvadratı plus bx plus c ifadəsi bərabər olacaq. A vurulsun, x çıxılsın x1, x çıxılsın x2. Baxın, bu şəkildə bu yazılış həmin o üçhədlinin, kvadrat üçhədlinin vuruqlara ayrılış şəklinin göstərilməsidir. Yəni bizim məqsədimiz misalda bu şəkildə onu göstərməyə çalışmaqdır. Yaxşı, buna aid bir dənə nümunə göstərək. Necə olacaq? Deməli, misalda bizə deyəcək. Tutalım ki, x kvadratı çıxılsın 5x üstə gələk 6 ifadəsini deyəcək, vuruqlara ayırın. Burada mənim deməli A nədir? X-in qarşısındakı əmsal. Heç nə yoxdursa deməli aşağıları nə idi? 1. B nədir? İşarəsindən birlikdə mənfi 5. C nədir? 6. Yəni işarəsindən birlikdə götürülür. Yaxşı. Bu A, B, C bilindi. İndi keçirəm bunun diskriminantını tapmağa. D bərabərdir. Dedik düstur nə idi? B kvadratı çıxılsın 4AC. Gətirirəm B-nin yerinə nə qoyuram? Mənfi 5-in kvadratı. Mötərizədə niyə qoydum? Çünki işarə ilə birlikdə kvadrata yüksəltmək lazımdır. Çıxılsın 4 vurulsun. A-nın yerinə 1 qoyuram. C-nin də yerinə 6 qoyuram. O da edəcək. Mənfi 5-in kvadratı edir müsbət 25. 4'ü 1'e vuranda 4, o da 6'ya vuranda edir 24. Çıx 24, oldu mu 1.
Diskriminant oldu 1. İndi birinci kökü axtarmağa çalışıram. X1 bərabərdir. Düsturumuz nə idi? Mənfi B çıxılsın kök altında D bölünsün 2A. O da bərabərdir. Mənfi B'nin yerində nə durur? Mənfi 5 işarə ilə birlikdə gətirin qoyun yerinə. Çıxaq. Kök altında diskriminantı nə tapdım? 1. Aşağıda məxrəcdə nə durur? 2 vurulsun. A'nın yerinə nə durur? 1. Bərabərdir. Bu mənfi olacaq nə? Müsbət 5. Çıxaq. Kök altında 1-dən uşaqlar elə 1 çıxır da. Məxrəcdə də nə olur? 2 vur 1 elə 2 eləyir. 5-dən 1-in çıxırsınız. Sürətdə qalır 4 məxrəcdə 2. 4 2-yə vurursunuz 2. Mənim birinci köküm 2-yə bərabərdir. İndi tapıram ikinci kökümü. X2 nəyə bərabərdir? Düstur dedi ki, mənfi B bu səfər diskriminantı üstünə gəlirəm. Bölünsün 2A. Yenə işarəsi ilə birlikdə mənfi 5-i gətirirəm. Bu mənfi düsturun mənfisidir. Bir də mənfi 5 B-nin özündə olandır. Üstə gələk. Diskriminantımız 1 idi. Aşağıda da 2 vurulsun 1. O da bərabərdir. Sürət edir nə? 5. Üstə gələk 1. Məxrəc edir 2. 5-in üstünə 1 6. 2-yə də bölürsüz edir 3. Deməli 1 köküm 2-dir. 1 köküm isə 3-dür. Demişdik ki A vurulsun x çıxaq x1. X çıxaq x2 formada göstəriliş mənim kvadratik üçədlinin vuruqlara ayrılış şəklimdir. Onda A'nın yerində uşaqlar 1 dayanırdı. Əmsal 1 idi. 1. 1 vurulsun. X çıxılsın. X1-in yerinə nə qoyuram? Nə tapmışdım? 2 vuraq. X çıxılsın. X2-in yerinə nə qoyuram? 3. 3 tapmışdım da ikinci kökü. Vəssalam. Buradakı bu birin də bir mənası yoxdur. Yəni yazmaya da bilərsiniz. Başqa bir əmsal olsa mütləq yazın. Amma 1 deməli yazılmaya da bilər. Bir də hökmən buradakı bu kvadratik üçədlidə buradan başlamışdıq da izaha. A fərqlidir 0 olmalıdır uşaqlar. A fərqlidir 0 niyə olmalıdır? Çünki A'nın yerinə 0 qoysunuz artıq o kvadrat olmayacaq. Yəni bir məhsulu tənliyə çevriləcək də belə deyək. Ona görə mütləq A fərqlidir 0 olmalıdır. Buna aid bir dənə də sizə nümunə vermək istəyirəm. Daha yaxşı möhkəm oturuşsun. Nümunə 3 olsun da bu. 2-də nə deyəcək? 2 tutalım x kvadrat üstə 3x çıxılsın 2. Belə deyəcək bir deməli çoxhədli verib vuruqlara ayırın. Mən bu çoxhədlini vuruqlara ayırmaq üçün birinci orada nə etməliyəm? Diskriminant tapmalıyam. Diskriminant necə də olurdu? Mən burada artıq A hərfimin yerində əmsalım nədir? 2 durur. B hərfimin yerinə 3 durur. C hərfimin yerinə mənfi 2 durur. Yəni əmsalı ilə birlikdə götürün. İşarəsi ilə əmsal nə idi? İşarəsi ilə birlikdə götürün. Baxın, C-nin yerində məsələn mənfi 2 işarəsi ilə birlikdə. Deməli, D bərabərdir. B kvadratı çıxaq 4AC idi. Düstur təkrar yazıram ki, yaxşı oturuşsun sizdə. B'nin yerində 3 durur. Yəni 3'ün kvadratı olacaq. Çıxılsın 4 vurulsun. A'nın yerində 2 durur. C'nin də yerində mənfi 2 durur. Bərabərdir. 3'ün kvadratı edir 9. 4'ü mənfi 4'ü 2'yə vuranda edir mənfi 8. Mənfi 8'də mənfi 2'yə vuranda edir müsbət 16. Bu da edir 5. İndi x1 axtarıram. X1'im deməli nə idi uşaqlar? Mənfi B çıxılsın kökdə D bölünsün 2A düsturu. Düzdür? Gətirirəm. Mənfi 3'ün qarşısında heç nə yoxdur. Elə gəlir. Mənfi 3 olur. Buradakı bu yazdığım mənfi düsturun mənfisidir. Bax, bu mənfi 3'ün qarşısındakı düsturun mənfisidir. Çıxaq. D-nin yerinə nə qoyuram? 25. Məxrəcdə nə olacaq? 2 vurulsun A'nın da yerində 2. O da bərabərdir. Mənfi 3. 25'dən də kök 25'dən kvadrat kökdür də, yəni dərəcəsi 2-dir onun. Nə çıxır? 5 çıxar da 5'in kvadratı 25 edir. Çıxaq 5, aşağıda da 2'ni 2'yə vursan eləyir 4. Bu da eləyəcək bərabərdir. Mənfi 8 bölünsün 4, o da edəcək mənfi 2. Deməli, mənim x1'im mənfi 2'dir. X2'ni axtarıram. Düstur mənə deyir ki, mənfi B üstə kökdə D bölünsün 2A'nı tapsan, x2'ni tapmış olacaqsan. Onda nə olacaq? Mənfi 3 üstə gələk kökdə 25 bölünsün 2 vurulsun 2. Mənfi 3 üstə gələk 5 aşağıda da edir 4. O da bərabərdir.
Mənfi üçün üstə 5 gələndə edir müsbət 2, aşağıda da 4 edir 2-də 1. Deməli, növbəti köküm də 2-də 1-dir. Mən nə formada yazmalıydım? A vurulsun, x çıxılsın, x1, x çıxılsın, x2 formada yazsaydım o üç ədlini olacaqdı vuruqlara ayırma. A-nın yerində uşaqlar bayaq tapmışdıq. Nə dururdu? 2, yəni əmsal 2 idi. 2 vurulsun, x çıxılsın. x1-imi nə tapdım? Mənfi 2 yerinə qoyuram. Bir də x çıxılsın. x2-ni nə tapdım? 2-də 1. O da bərabərdir. 2 vurulsun. Bu mənfi 2, bu da deməli qarşısında da 2 var, olur müsbət 2. Burada da x çıxılsın 2-də 1. İndi bu kəsir kimi olan görürsünüz də, yəni bu istəsəz əmsalı o kəsirə vura bilərsiniz hər bir həddinə. Birinci olduğu kimi qalsın x plus 2. Bu 2-ni gətirirəm, bax bura vururam. Olur 2x, bir dəfə də 2-ni 2-də 1-ə vuranda 2-lər ixtisar gedir, olur 1. Yəni çıxaq 1. Vəssalam. Yekun halda bu şəkildə görəcəksiniz misallarda. Əksəriyyət vaxtı deməli verilən o bayaqki üç ədli var idi. Hanı üç ədli? Bir də buradakı bu üç ədli vuruqlara ayrılış şəklində sondakı kimi, yəni belə göstərilmiş olacaq. Ki sizə diskriminant böyük bərabərdir 0 olsa, uşaqlar, diskriminant böyük bərabərdir 0 olsa, onun deməli vuruqlara ayırmaq olacaq. Amma diskriminant kiçikdir 0 olsa, onun həqiqi həlli yoxdur deməkdir. Diskriminant, yəni kökün altında mənfi ola bilməz. Yəni həqiqi həll yoxdur deməkdir. Ona görə də yəni biz bu şərtlə işləyəcəyik. Diskriminant böyükdür, bərabər 0 olanda vuruqlara ayıra biləcəyik. Bir də bunu Viet teoremi ilə də verə bilər. Viet teoremi, yəni onu bilsəz, o daha rahatdır. Bir də yəni diskriminant heç tapmaya ehtiyac olmayacaq. Viet teoremi bizə nə deyir? Deyir ki, o haqda da ümumi bir məlumatlar verim. Ax kvadrat üstə bx üstə gəlsin c bərabərdir 0 tənliyində uşaqlar. Viet teoremi bizə deyir ki, a fərqlidir 0 olduqda mütləq a-nı 0-dan fərqli deməlisiniz. Bu ifadənin köklərinin cəmi olacaq əks işarə ilə b bölünsün a, yəni buradakı b bölünsün a. Köklərinin hasili isə olduğu kimi c bölünsün a olacaq. Yəni burada artıq qarşısına mənfi qoymuruq. Viet bunu bizə deyir. İndi buna aid bir dənə sual vermək istəyirəm. Yəni nümunəsi. X kvadratı çıx 8x plus 15 olsun. Yəni bunu istəsəz diskriminantında tapıb köklərini eləyə bilərsiniz. Yox, əgər Vietlə aranız yaxşıdırsa, qəşəng mənimsəyirsinizsə, onda elə Vietlə gedin. O hansı ədəddir ki, köklərinin cəmi? Burada a-mız 1-dir, bir dənə onu göstərim. B-miz deməli mənfi 8-dir, c-miz də 15-dir. Bunu mütləq bilməlisiniz. Köklərinin cəmi deməli əks işarəsini qoyuruq da mənfi 8 bölünsün 1-dir. O da olur müsbət 8 bölünsün 1, yəni 8. Köklərinin hasili isə deməli c bölünsün düstur nə idi? A idi da, yəni 15 bölünsün 1. O hansı ədəddir ki, köklərinin cəmi 8 edəcək, köklərinin hasili 15 edəcək. Uşaqlar 3 ilə 5 olar da, onda mənim x1-im 3-dür, x2-im isə 5-dir. Deməli, Vietdə nə inirdi? Köklərinin cəmi, baxın, buradakının əksini götürəcəkdik və mütləq qarşıdakı əmsala böləcəkdik işarəsindən birlikdə. Kökləri hasilində isə buradakının, yəni 15-i böləcəkdik, yəni x-in qarşısındakı əmsala. Belə. 3 ilə 5 oldu mənim köklərim. Onda mənim düsturum necə idi? A vurulsun, x çıxılsın, x1. X çıxaq, x2 formasında göstərilməliydi də bu. Onda A-nın yerində əmsal olaraq heç nə olmadığı üçün 1 durur. Heç daha yazmıram artıq. X çıxılsın, bir kökümü tapdım 3. X çıxılsın, bir kökümü də tapdım 5. Bu da Vietlə bağlı nümunə. Bir neçə ümumi misallardan da edək. Bu dərs yenə deyirəm də ancaq nümunə misallarla izah olunmalıdır ki, daha yaxşı mənimsənilsin. Məsələn, misal 1 olsun. Misal 1. Deyəcək ki, tutalım. A üstü 4. Üstə gələk 6A-nın kubu. Çıxılsın 54A. Çıx 81. Çox hədlisini vuruqlara ayıraq.
Necə eləmək olar? Qruplaşdırmaq olar. Yəni ən ağlıma gələn yol qruplaşdırmadır. Elə bunların məsəl üçün bunu bu formada yazsam ki, yerlərini dəyişdirsəm, a üstü 4 ilə 81-i 1 yazaram. Üstə gələ 6a kubu çıx 54 anında 1 qruplaşdıraram. Bu a üstü 4 çıxılsın 81 mənə. Bunu belə göstərim siz üçün. Bunu da yazaram ki, 3'ün kvadratı bir de 10 kvadratı da 3 üstü 4 81 verir. Üstə gələk 6a'nın kubu çıx 54 anda yazıram. Bu hissə kvadratlar fərqin verir də. Bir dəfə fərqin yazaram. A kvadratı çıxılsın 3'ün kvadratı. Bir dəfə də cəmi yazaram. A kvadratı üstü 3'ün kvadratı. Burada da 6'nı çölə çıxartsam, hətta 6a'nı yerdə nə qalacaq? A kvadratı çıx 9. Buradan yazaram a kvadratı çıx 9 bunun yerinə. A kvadratı üstə 9. Buradan da 6a a kvadratı çıx 9'u yazaram. Baxın, oxşar hədd var. Hər ikisində a kvadratı çıx 9 deməli ortaq vuruqdur. Bərabərdir. A kvadratı çıx 9'u mötərizə ilə birlikdə çölə çıxarsam, yerində nə qalacaq? A kvadratı üstə 9 bura, bir də plus 6a, yəni bura. O da bərabərdir. Bu a kvadratı çıx 9'un da özünü parçalasam, ən sadə formaya gətirməliyəm də, belə deyim. Burada mənə a plus 3 mötərizənin kvadratı veriləcək. Bərabərdir. Baxın, a çıx. Deməli, a üstü 3 burada da var, burada da var. Bir-birinə vursam, olacaq a üstə gələk 3 mötərizənin kubu olar da. Bir dənə də çıxaq, a çıxaq 3. Əssalam. Ən sadə forma budur. Sonra başqa bir nümunə göstərim. Olsun misal 2. Misal 2. Məsələn, belə bir sual verər ki, a üstü 6 çıxaq 25a'nın kubu çıxılsın 54. Əksəriyyətdə uşaqlar topluda olan suallardandır. Yəni başqa suallarda var, söz yox. Amma yəni topluda çox çətinlik çəkməyəsiniz deyə burada bəzilərini seçib nümunə olaraq göstərmişəm ki, onun bənzərlərini də siz sərbəst şəkildə edə bilərsiniz. Deməli, deyir çoxhədlisinin vuruqlarına ayırın. Yəni bu verilən çoxhədlini vuruqlara a üstü 6 çıxaq 25a kubu çıx 54 çoxhədlisi. Hə, sual belə deyir. Deyir bu çoxhədlisinin vuruqlara ayrılması, hə, bunlar özləri misal verib, deyir vuruqlara ayrılması a kubu üstə 2, a çıx 3, vuraq p a şəklində olarsa, bax bunun vuruqlara ayrılması deyir. Bu şəkildə olarsa p1 bərabərdir sual. Yəni p1'i tapın. Deməli, necə eləyərik bu sualda? Götürürəm o a üstü 6, yəni burada verilən ifadəni, çıx 25a kubu, çıx 54'ü, ayrıca bir vuruqlarını taparam. Görək nədir bu? 25a kubu, çıx 54. Burada 25'i a kubun parçalayaraq, yəni parçalamaqla həll bizim köməyimizə çatacaq, belə deyək. Bunun yerinə 25a kubunun yerinə yazaram 27a kubu üstə 2a kubu. Yəni toplasaz yenə mənfi 25a kubu eləyəcək də. Çıxaq 54. Bu da bərabərdir. Buradan bunları bir qruplaşdıraq. Bunları da bir qruplaşdıraq. A-nın kubunu çölə çıxartsam içərisində nə qalacaq? A kubu çıxaq 27. Bəzən uşaqlar deyir ki, müəllimə, a üstü 6'dan a'nın kubunu çölə çıxarsaq içində a kvadratı qalsın. Niyə ki? Əsaslar eyni olanda dərəcələr, qüvvətlər toplanır da. Onun üçün a üstü 3'ü çıxartdımsa içində a üstü 3 qalmalıdır. Üstə gələk. Buradan da 2'ni çıxartsam yerdə nə qalacaq? A kubu çıxaq 27. Baxın, ortaq vuruq çıxdı deməli. Həmin ortaq vuruq da nədir? Bu. Hər ikisində var. Onu mötərizə xaricinə çıxarsam, yerində də a kubu üstə 2 qalar. Bu da bərabərdir. O a kubu çıx 27'nin də kublar fərqinə görə aça bilərəm də. A çıxaq 3, a kvadratı. Deməli, birincinin ikinci hasıl olur da. Olurdu 3a toplama. Bir də ikincinin kvadratı. Burada da 9. Bu da niyə belə oldu? A kubu çıxılsın. 3'ün kubu da bu 27. Yəni buna görə açdım. Bir də a kubu üstə 2 də, yəni misalın özündə var idi. İndi mənə deyir ki, bayaq misalda nə vermişdi? Bax,
O misaldakı a kubu plus 2 varımdır. Bu deyə buradadır. A minus 3'üm də var imiş. Bu deyə buradadır. Onda mənim PA-mın yerində nə dururmuş? PA-mın yerində dururmuş. Deməli, buradan aşağıdan göstərim. PA bərabərdir A kvadrat üstə 3A plus 9. Məndən P1 istəyir də. A-nın yerinə gətirəcəksiniz, 1 qoyacaqsınız. Olacaq 1'in kvadratı üstə 3 vurulsun 1 üstə 9. O da edər 12. Bir də uşaqlar çoxhədlinin çoxhədliyə bölünməsindən danışacağım. Bu da vacibdir. Yəni diqqətlə qulaq asın. Bezo teoremindən danışacağım. Çoxhədli verəcək bizə. Verək məsəl üçün bir nümunə. Baxın, belə bir böyük çoxhədli verib. Deyir bu çoxhədli vuruqlara ayırın. Vuruqlara ayırmaqdan ötürü əvvəlcə verilmiş bu çoxhədlini, baxın buradakı bu çoxhədlini sıfıra çevirən bir qiymət axtarmalıyam. Həmin sıfıra çevirən qiyməti də bunun axırıncı deməli həddi var, sərbəst hədd. Bax, sərbəst həddin vuruqların içərisində axtarmalıyam. 1 ilə başlayıram. Mənfi 6'ın vuruqlarından biri 1'dir də, düzdür. 1 ilə başlayıram. Qoyuram x-ların yerinə 1. Olacaq 2 vurulsun 1 üstü 5, çıxılsın 3 vurulsun 1 üstü 4, üstə gələ 5 vurulsun 1'in kubu, çıx 6 vurulsun 1'in kvadratı, plus 8 vurulsun 1, çıxılsın 6. Bu cəmdə nə eləyəcək? 2'ni 1'ə vuranda 2, çıxılsın 3, üstə 5, çıxılsın 6, üstə 8, çıxaq 6. Mənfi 1, müsbət 4, mənfi 2, müsbət 6, mənfi 6. Elə bu cəm eləyəcək. Yəni bu cəmi hesablasaz görəsiz 0 verəcək. Baxın, sıfıra çevirən qiymət budur. Deməli, x bərabərdir 1 olanda bu verilən çoxhədli sıfıra çevrilir. Yəni onda onun bir vuruğu, buradan biri sol tərəfə keçirtsəm, bir vuruq olacaq x çıxılsın 1'dir. Bir vuruğum mənim budur. Onda digər vuruğu tapmaqdan ötürü Bezo teoreminə görə həmin böyük çoxhədlini bölünən kimi istifadə edəcəyik. Bu tapdığımız vuruğu isə bölən kimi istifadə edəcəyik. Buna da deyirlər çoxhədlinin çoxhədliyə bölünməsi. Yəni o verilən çoxhədlini mən bunu bir dənə kapravat edim. Yenidən yazım, deməli. Buradan yazaq. Həmin çoxhədlini burada yazdıq. Bölürəm tapdığım o vuruğa. X çıxaq 1'ə. Görək digər vuruğum nədir? Bu bölünmə hissəsinə diqqətlə qulaq asın. Necə olur? Başlayıram. 2x üstə 5'ə gəlməkdən ötürü. Bu x minus 1'i, yəni x nəyə vurmalıyam? 2x üstü 4'ə. Düzdür? 2x üstü 4'ə. Bunu biraz sola keçirdim çünki sığmayacaq. Biraz da hətta kiçildək. Sonra bunu da bura gətirək. Belə. Aysa. 2x üstü 4'ə vursam. Baxın, x çıxaq 1, 2x üstü 4'ə vururam. Olacaq nə? 2x üstü 5, 2x üstü 4'ə də 1'ə vuranda olur 2x üstü 4. Tərəf-tərəfə hər zaman çıxacaqsınız. Çıxıram. 2x üstü 5'dən 2x üstü 5 gedəndə burada 0 qalır. Mənfi 3x üstü 4'dən çıxsam, baxın burada göstərirəm. Mənfi 3x üstü 4 çıxılsın mənfi 2x üstü 4. O da nə olur? Mənfi 3x üstü 4 üstə gələ 2x üstü 4. Mənfi x üstü 4 edəcək. Deməli, bunları tərəf-tərəfə çıxanda qalır mənfi x üstü 4. Burada da nə varsa gətirib yazıram onun yanına. 5x'in kubu, çıx 6x'in kvadratı, üstə 8x, çıxılsın 6x. Biraz uzun prosesdir, ona görə diqqətlə qulaq asın. İndi mənfi x üstü 4'üm burada var. Mən bu x'i nəyə vurmalıyam ki, bu mənfi x üstü 4'ə gəlsin? Çıxaq x kubuna vurmalıyam. Yazıram. Olacaq mənfi x üstü 4. Baxın, bu x'in kubunu gətirdim, buna vurdum. Bir dəfə də mənfi x kubu mənfi 1'ə vururam, olur müsbət x'in kubu. Yəni toplayıram. Yenə tərəf-tərəfə mütləq şəkildə çıxırıq. X üstü 4'lər gedəcək. 5x kubundan x kubu çıxardanda olur 4x'in kubu. Çıxaq 6x'in kvadratı, üstə 8x çıxaq 6. Yəni bu hissəni də olduğu kimi gətirdim, yazdım. Davamında uşaqlar burada 4x kubu var. Onda bunu da mən 4x kvadratına vursam,
Baxın bu ifadəni. Ki o 4x kubları islah gedəcək. İndi nə alınır? 4x-in kubu çıxılsın 4x-in kvadratı. Tərəf tərəfə çıxıram. Mənfi, deməli 4x-in kubundan 4x-in kubunu çıxanda 0 qaldı. Mənfi 6x kvadratından da 4x kvadratı çıxanda qalacaq mənfi 2x-in kvadratı. Üstə 8x çıxaq altında, yəni bu ifadəni də yazıram olduğu kimi ora. Sonra davam edirəm. Mənfi 2x kvadratına gətirə bilməyim üçün x-i nəyə vurmalıyam? Mənfi 2x-a vurmalıyam. Olacaq mənfi 2x-in kvadratı plus 2x. Yenə tərəf tərəfə çıxsam, x kvadratlar islah olunacaq. 8x-dan da 2x çıxanda olur 6x. Çıx 6. İndi x-i nəyə vurmalıyam? Üstə gəl 6-ya vurmalıyam. 6x çıxaq 6 da burada qalır. Baxın, burada 0 alınana qədər proses davam eləməlidir. Deməli, mənim o böyük çox hədlimin vuruğundan biri olmuşdu. X çıxaq 1 verilən şərtdəki. Digər də oldu 2x üstü 4 çıx x-in kubu üstə 4x-in kvadratı çıx 2x plus 6. Buna deyirlər kiçik vuruq. Kiçik vuruq. Buna da deyirlər böyük vuruq. Vəssalam. Başa düşürəm, bu biraz sizə bəlkə də çətin gələ bilər. Dəfələrlə dinləsəz, ümid edirəm ki, aydın olacaq. Bir dənə də buna aid nümunə verəcəm siz üçün. Deməli, deyir ki, kx kubu çıxaq 32 bərabərdir. X çıxaq 4 vurulsun. Px ifadəsində px çox hədlisini tapın. Baxın, bu bir vuruqdur. X çıxılsın 4, mənim üçün bir vuruqdur. Bu da digər vuruqdur. Vuruq, bu da hasildir də onda. Deməli, məhsul vuruğu tapmaq üçün mən nə edirəm? Yəni, px-i tapmaqdan ötürü nə etməliyəm? Götürərəm, deməli, hasili, yəni, kx kubu çıxaq 32-ni, bölməliyəm x çıxaq 4-ə, düzdür? Amma birinci mən burada lazımdır nə? K-nı tapmaq. K-nı necə tapacam? Burada x-i sıfıra çevirən qiymət nədir, uşaqlar? X çıxaq 4 bərabərdir 0, x-i sıfıra çevirən qiymət 4-dür, düzdür? Gətirirəm, x-in yerinə 4 qoyuram. Olacaq k vurulsun 4-ün kubu çıxaq 32 bərabərdir. Burada da x-in yerinə 4 qoysam 4-dən 4 çıxanda 0 eləyir. Px-a da vursam 0 eləyəcəkdir. Yəni, bura 0-dır. Buradan 64k çıxaq 32 bərabərdir. 0-dır. K da bərabərdir. Deməli, 64k bərabərdir 32-yə. K da bərabər olacaq 64-də 32-yə. O da ixtisar gedəcək 2-də 1. Deməli, k-nı tapdım 2-də 1. Gətirirəm k-nın yerinə 2-də 1-imi qoyuram. Olur 2-də 1. X-in kubu çıxaq 32. Bərabərdir. X çıxılsın 4. Px. Aysa. İndi nə demişdik? Vuruq hasildən. Məhsul o px vuruğunu necə tapırdıq? Px bərabər olacaq nəyə? 2-də 1 x kubu çıx 32-ni bölməliyik. X çıxaq 4-ə. Bunu da çıbıqlı bölməklə yeni Bezu teoreminə gələcək. Çıxaq 32 bölünsün, x çıxılsın 4. Bu daha sadə formasıdır. Mən bayaq verdiyim nümunə daha böyük idi. Burada baxın. Mən 2-də 1 x kubunu almaqdan ötürü bu x nəyə vurmalıyam? 2-də 1 x-in kvadratına vururam. Vuranda nə olacaq? 2-də 1 x-in kubu çıxılsın. 2-də 1 x kvadratında 4-ə vuranda 2-də 1 x kvadratını 4-ə vuranda uşaqlar bu 4 nə 2 ixtisar gedəcək, qalacaq 2x-in kvadratı. Deməli, burada çıxaq 2x-in kvadratı. Tərəf tərəfə çıxıram. Kəsirlər, yəni 2-də 1 x kublar gedir. Olacaq nə? Mənfi 32 üstə gələ 2x kvadrat. Çünki tərəf tərəfə çıxanda bu da mənfi, bu da mənfi verəcək bizə müsbət. İndi burada 2x kvadratım var. Bunu nəyə vurmalıyam? 2x-a vurmalıyam ki, 2x kvadrat əmələ gəlsin ki, onlar da islah getsin. Olacaq nə? Deməli, 2x vurulsun, x olacaq 2x-in kvadratı. 2x da 4-ə vuranda olacaq, çıx 8x. Tərəf tərəfə çıxanda, baxın, bunlar islah gedəcək. Olacaq nə? Mənfi 32 üstə 8x. İndi x-in qarşısında 8-dir. Onda nə etməliyəm artıq? 8-ə vurmalıyam. Olacaq 8x-a vuranda 8x, 8 də 4-ə vuranda çıx 32. Bəs bu da tərəf tərəfə çıxanda edəcək 0. Deməli, mənim o px-im nəyə bərabər oldu?
2-də 1 x kvadratı üstə 2x plus 8. Buna həm də biz dedik böyük furuq deyirlər. Kiçik furuqda x çıxaq 4 idi. Belə uşaqlar, ümumi deməli məlumatlar verdim. Bez teoremindən də danışdım. Bir iki dənə də misal nümunəsi ümumiyyətlə işləyim, yəni onun artıq bunlara aidiyyatı yoxdur. Belə deyim də ifadələrdə, yəni ədəd ifadələrinin həllinə aid. Məsəl üçün belə bir sual verə bilər ki, sizə misal x1 çıxaq x2-ni verər bizə 3. x1 çıxılsın x2 4. Yəni artıq ədədi qiymətləri vardı. Bunların köklər fərqi məsələn 3-dür, hasil 4-dür, belə deyək. Deyir ki, olarsa x1 üssü 4, x2'nin kubu çıxılsın, x1'in kubu, x2 üssü 4'ü tapın. Bu ifadədən mən x1 kubun və x2 kubun mötərizə xaricini çıxarsam, yerində nə qalacaq? Buradan x1 qalacaq, bu tərəfdən də x2 qalacaq. O da bərabərdir. Əsaslar fərqli olduğu üçün onları bir əsasa yazıram, qüvvətlərini eyniləşdirirəm. Çıxaq x1, çıx x2 bərabərdir. Mənə x1, x2 hasilini 4 verib. Gətirib yerinə yazıram. Olur 4'ün kubu vuraq. x1, x2 fərqində 3 verib. 4'ün kubu vuraq 3. O deyəcək, deməli 4'ün kubu nə edirdi uşaqlar 4'ün? Deməli x eləyəcək. 4'ün kubu 64 vuraq 3. 3 dəfə 4, 12, 3 dəfə 6, 18, 19, 192 vermiş olacaq. Yaxşı. Başqa bir dənə də nümunə verim. Artıq yekunlaşdıram. Bu son misal olsun. Belə bir misal verə bilər sizə. 43'ün kubu, üstə gələ 38'in kubu, aşağıda 41. Burada da kəsirin qarşısında 2 vuraq, 44 vuraq, 38 deyər hesablayın. Yəni bunu götürüb indi 43'ün kubunu, nə 38'in kubunu ayrı-ayrı tapmayın da. O çətin olacaq. Sadə yolu nədir? Bu 43'ün kubu, 38'in kubu surət. Kublar cəminə görə açılsa nə verəcək? 43 üstə gələ 38. 43'ün kvadratı çıxaq 43 vuraq 38 üstə 38'in kvadratı. Məxrəcdə 41. Qarşısında da 2 vuraq 44 vuraq 38 qalacaq. Bərabər 43'ün üstə 38 gələndə edir 82. Vuraq. Burayla hələ ki işim yoxdur. Vur 38 üstə 38'in kvadratı. Aşağıda da 41 var. Qarşısında da 2 vuraq 44 vuraq 38. Bu 41 ilə 82 ixtisar edəcək. Qalacaq surətdə ki, məxrəcdə də 1 qalır. Daha onu yazmaya ehtiyac yoxdur. Ümumi misal belə olacaq artıq. 43'ün kvadratı çıx 43 vuraq 38 üstə 38'in kvadratı. Çıxaq 2 vuraq 44 vuraq 38. Sonra buradan da neyiniyək? 2'ni vuruq kimi buradan çıxartsam nə qalar? 43'ün kvadratı çıxaq 43 vur 38 üstə 38'in kvadratı çıxaq. Mən bu 43, burada da 43 olmalıdır. Yoxsa misalın mənası itər. 43 uşaqlar 43 olmalıdır. 43 vuraq 38. Deməli çıxaq. Bu 2'ni çölə çıxartmışdıq. Yerdə qaldı 43 vuraq 38. 2 vurulsun. Baxın. Bunu 43'ün kvadratı yazıram. Bu mənfi 43 vuraq 38. Mənfi 43 vuraq 38. 2 dənə də. Yəni 2 vuraq 43 vuraq 38. Üstə gələ 38'in kvadratı. Bu mənə nəyə verir? A kvadrat çıx 2AB üstə B kvadratın yığılışı da. Yəni A çıx B mötərizənin kvadratını verəcək. Onda 2 vurulsun 43 çıxaq 38. 43'dən 38'in çıxanda edir 5. 2'ni də 5'ə vuranda edir 10. Belə. Bununla da artıq yekunlaşdıq. Ümid edirəm ki, sizə də aydın oldu. Belə uşaqlar, növbəti izahlarda görüşərik. Özünüzə yaxşı baxın. Kanalı bəyənib, abunə olmağı, yoldaşlarınızla paylaşmağı unutmayın. Hələlik.